O çok sevdiğiniz Tolstoy narsistdir. Çok sevilen simalar, aktyorlar, futbolçular, idmançılar bunlar adeten narsist insanlardır. Ve narsizm hakkında o qədər səhv informasiya var ki internetdə oxuyub çatdıra bilmirəm. İstədim bu videoda anlaşılır bir şəkildə bu haqda danışım. Gəlin başlayaq. Bu arada videoma xoş gəlmisiniz. Bəyənməyi və abunə olmağı unutmayın. Narsizm nədir? Narsizm insanın özünü həddindən artıq bəyənməsi, digər insanları özündən aşağı görməsi, varlığını təsdiq etmək üçün daim digər insanların diqqətinə və marağına ehtiyac duyması ilə xarakterizə olunan bir xüsusiyyətdir. Biri var ifrat narsistlər, bunlar artıq patolojik səviyyədədir, xəstəlikli insanlardır bunlar və ətrafına zərər verir bu insanlar. Biri də var normal dərəcədə narsizm. Əslində Freud deyir ki, hamımızın içində narsizm mövcuddur. Yəni insanların hamısı narsistdir. Amma biri var xəstəlikli narsistlər, bir də var normal narsizm. Gəlin bunları aydın bir şəkildə danışaq. Biz sosial heyvanlarıq. Həyatda qalmağımız üçün, xoşbəxtliyimiz üçün daim digər insanların təsdiqinə, diqqətinə və bizi görməsinə ehtiyacımız olur. Və bu bizə doğulandan ölənə kimi verilən bir xüsusiyyətdir, belə deyim. Hətta uzun müddət izolə olmuş insanlarda depressiya aşkar olunur adətən. Niyə? Çünki başqa bir insanla göz kontaktı qurmurlar. Əslində canlı hiss etmək üçün nə qədər göz kontaktı qursaq, o qədər yaxşı təsir eləyə bilər bizə. Amma dünyada hər kəsə yetəcəyi qədər təsdiq və diqqət yoxdur təəssüf ki. Qardaşın olur, bacın olur, valideynin sevgisi ikiyə bölünür. Və ya xəyanətlərdə də eyni məsələ keçərlidir. Partnyorun sənə xəyanət eləyir və artıq onun diqqəti ikiyə bölünür. Bəs bununla insanlar necə başa çıxır? Daha çox diqqət cəlb etməyə çalışaraq. Bu da artıq diqqət dilənçiliyinə çevrilir. Bunun üçün intihar edən insanlar belə var yəni. Diqqət cəlb etmək üçün özünü öldürən insanlara əksinə daha az diqqət vermək istəyirik. Çünki görürsən ki, qarşındakı özünü öldürür ki, sən ona diqqət verəsən və artıq sənin ona diqqət göstərmək kimi bir istəyin qalmır. Bu səhv taktikadır. Hər hansı bir hərəkətin arxasındakı motivasiyaya baxsaq, adətən bu diqqət aclığı yatır. İntihar daxil olmaqla. Narsizm erkən uşaqlıq yaşlarında başlayır, adətən 2 və 5 yaş arasında artıq formalaşmağa başlayır. Patolojik narsistlərdə iki cür valideyn tipi olur. Biri ya valideyndir narsistdir, uşağına verəcək sevgisi yoxdur, bunu verə bilməyəcəyi qədər egoist valideyndir, ona görə də uşaq o sevgini, o diqqəti valideyndən ala bilmir. İkinci versiya valideyn ekstra təsdiq verir uşağa. Ekstra işlərinə qarışır. Həmkarları ilə, yaşıdları ilə vaxt keçirməsinə icazə vermir. Özlüyündə bir qərar almağına icazə vermir. Hər şeyinə qarışır bu valideyn və uşaq yaş keçdikcə, vaxt keçdikcə heç nə onu qane eləmir. Heç bir insanın diqqəti onu qane eləmir. Və ya tərk edilmiş uşaqlarda. O təsdiqi anadan, atadan, valideyndən ala bilmədiyi üçün özünə verməyə çalışır onu. Və özünə verəndə düşünür ki, mən çox əlayam. Əgər mən özümə bunu verə bilirəmsə, deməli mən heç kimə ehtiyacım yoxdur. Deməli mən hamıdan üstünəm. Belə bir fikir formalaşır artıq. İnsan 2 və 5 yaş arasında öz mənliyini formalaşdırır. Əgər valideyn nə qədər sağlamdırsa, nə qədər uşağı cəsarətləndirirsə və rol model olaraq nə qədər güclü bir valideyndirsə, uşağın öz mənliyi də o qədər yaxşı inkişaf eləyir. Uşaqlar əslində valideynlərini imgəliyirlər. Yəni necə deyim?
Bir uşağa bir şey öyrətmək istəyirsinizsə, elə o öyrətdiyiniz şeyi özünüz də eləməlisiniz. Uşaq sizə baxıb o şeyi təqlid eləyəcək, formalaşdıracaq özündə. Yəni imitasiya eləyəcək. Düzdür, bu uşaq böyütməkdən danışmırıq bu videoda, amma belə bir informasiya da verim ki, uşaqları yaxşı tərbiyə eləməyin ən gözəl üsulu imitasiyadır. Sən eləyirsən, o da sənə baxır, eynisini eləyir. Bu qədər asandır. Əgər uşaq vaxtından ekstravert bir narsist olaraq böyüyürsə, yəni çölə dönük, dışa dönük, ətrafı geniş bir narsist olaraq böyüyürsə, bu insanlar ekstra uğurlu ola bilir. İş həyatında xüsusilə sevilən, sayılan, hörmət edilən insanlar ola bilir. Bu CEO-lar, müdürlər, belə çox səs gətirən, tanınmış insanlar adətən ekstravert narsistlər olur. Amma içdən-içə bu göstərilən təsdiqə, marağa bağımlı olurlar. Aludəçisi olurlar bunun. Hətta belə bir serial var, Kral Kaybedərsə. Bilmirəm, baxmısınız yoxsa yox. Mən bu seriala baxıram, xoşuma gəlir. Oradakı Kənan obrazı, yəni kral, narsizmə çox gözəl bir misaldır. Kənan patolojik narsistlərdəndir. İfrat dərəcəsində narsizm var bu insanda. Və öz-özünü təsdiqləmək üçün daim digər insanların marağına, diqqətinə ehtiyac duyur. Çöldən çox hörmət edilən, sevilən, xeyirxah bir insan kimi görünür, amma ona yaxın olan insanları çürüdür. Xüsusilə partnyorlarını, ətrafındakı qadınları, onların enerjisini alır, onlara emosional şiddət göstərir. Onların ilgisi üçün hər şey eləyir. Hətta restoranında işləyən ofisant qızın belə ilgisinə möhtac bir şəxsiyyətdir bu adam. Amma çöldən onu görən insanlar onu o qədər sevirlər ki, ay necə xeyirxahdır, necə gözəl ürəyi var bu insanın. Çünki bu insanın bütün maraq dairəsi, bütün ilgi alanı digər insanların marağını cəlb eləməkdir. Narsistlər adətən bu diqqətlə, bu təsdiqlə bəslənirlər. Bunların qidası budur. Və orada onun uşaqlığından da danışılır. O uşaq vaxtı yetimxanada böyüyür. Onun anası dəlixanada olur. Ona istədiyi diqqəti göstərə bilmir. Oğlan uşaq üçün də ana çox vacib bir obrazdır. Əslində filmdə, yəni serialda daha doğrusu narsizmi çox gözəl anlatıblar, başa salıblar. Ona görə baxmanızı tövsiyə eləyərəm. Əgər narsizmi yaxşı anlamaq istəyirsinizsə. Çox, yəni sadə bir dillə başa salıb. Tərk edilib, istədiyi o diqqəti anasından ala bilməyib, indi də o, necə deyim, ala bilmədiyi diqqətin intiqamını partnyorlarından alır. O qadınlara zülm eləyir. Özlərini hamıdan ayırıb, digər insanların narsist olduğu üçün onları qınayan insanlar ən böyük narsistlərdir əslində. Bir çox insan görürəm ki, yəni obsessiv şəkildə hansısa bir şəxsin narsist olduğunu güman edir. Məsələn, partnyorunu. Mənim ərim narsistdir, mənim yoldaşım narsistdir, mənim atam narsistdir, anam narsistdir və obsessiv dərəcədə ancaq bu haqda danışır. Bu insanlar həqiqi narsistlərdir. Ola bilər ki, empat olsunlar. Çünki narsistlərin ən böyük qurbanları empatlardır. Aşırı empatlar. Empatiyadan yoxsun insanlardır çünki narsistlər. Yəni qarşısındakı insanın yerinə özünü qoya bilmir. Onun hiss etdiyi ağrını hiss eləyə bilmir. Empatiya yoxsunluğu isə bu insanların gözünü kör eləyir. Empatiya insana verilən ən böyük hədiyyələrdən biridir. Biz empatiya ilə çox şey əldə edə bilərik. Onu çox yaxşı kontrol eləməliyik. Bu haqqda da danışacağam. İlk öncə narsizmi tam anlayaq, qavrayaq. Tam kontrolcu narsistlərə ifrat dərəcəsində narsizmə verə biləcəyim ən gözəl misallardan biri Josef Stalindir. Stalini tanımayan yoxdur yəqin ki, Sovetin prezidentlərindən olub 1800-cü illərdə. Prezidentliyin ilk illərində onu görən insanlar onun çox
sevimli bir insan olduğunu deyirdilər. Hətta o işçilərinə qoymayıb ki, ona sizlə xitab eləsinlər. Onlara deyirdi ki, mənə Joseph-dən, mənə adımla xitab elə. Və bu insanların gözündə Ayda necə sadə bir insandır. Bu millətin adamıdır fikrini oyandırır. Onunla tanış olan insanlar düşünürdü ki, biz bir də görüşməliyik Stalinlə. Çünki bizim həqiqi bir bağımız yarandı. Digər insanlara bu hissi verərək, sanki o dərin bağı yaratdıkları hissini verərək onların güvənini qazanırdı bu adam. Qeyd edim ki, Stalinin həyat yoldaşı intihar edərək özünü öldürüb. Çox da məni şoka salmadı bu informasiya. Adətən narsist partnyorlarla çürüyən yoldaşlar belə bu şəkildə özünə zərər verə bilir. Çünki narsistlərdən alına biləcək ən gözəl intiqam onlara o təsdiqi verməməkdir. Onlardan uzaqlaşmaqdır. Başqa heç bir yolu yoxdur bunun. Yeganə yolu onlardan uzaqlaşmaqdır və ya onları ümumiyyətlə heç vecivizə almamaqdır. Bu insanlar çox təhlükəli insanlardır. Həqiqətən təhlükəli insanlardır. Səni çürüdər, sənin bütün hisslərini öldürər, bütün həyatını qaralda bilər bu adamlar. Birinin narsist olduğunu aşkar elədiyiniz kimi belə arxanıza baxmadan qaçın. Çünki başqa heç bir yolu yoxdur. Ay qoy mən ona yazmayım, o məni yazsın, axtarsın, yoxluğumu hiss eləsin. Heç bir taktika bunların üstündə işləmir. Bunları yeganə dəli eləyən şey diqqət verməməyinizdir. Çünki bunlar diqqətlə yaşayır. Dediyim kimi, təsdiq, diqqət bunların qidasıdır. Qidalarını verməyəndə ac qalırlar. Gələk Stalinə. Stalinin həqiqi mənliyini üzə çıxaran ən böyük məsələ əslində onun yaxın dostu Sergey Kirov olub. Kirov həqiqətən, ona çox yaxın, sirdaşı olduğu bir insan olub və millət onu çox sevib əslində. Və ona prezident olmağı təklif ediblər. Stalinin arxasından vurub Kirovu başa gətirməyə təklif ediblər. Amma Kirov Stalinə xəyanət eləməyib və əksinə onu daha çox yücəltməyə çalışıb. Amma yenə də Stalin bu məlumatı öyrənəndən sonra ona qarşı bir məsafə yaranıb. Artıq onu rəqib olaraq görməyə başlayıb və Kirov bunu hiss elədiyi üçün ekstra onu belə tərifləməyə, onun adını yücəltməyə çalışıb, amma bu da Stalində ekstra bir şübhə yaradıb və Kirov öldürülüb. Naməlum bir şəkildə öldürülüb, bəli. 1930-ların axırlarına doğru da artıq partidə böyük bir təmizlənmə yaşandı. İnsanlar çoxsu öldürüldü Stalin tərəfindən və ondan əfv diləmək üçün yalvaranlar, diz çökənlər, ağlayanlar Stalini böyük qəhqəhələrə boğurdu. O bundan zövq alırdı və artıq güc əldə etdikcə həqiqi mənliyini üzə çıxartmaqdan qorxmurdu. Bir gün sən Stalinlə çox yaxın ola bilərdin və digər gün o səni arxandan vura bilərdi, öldürtə bilərdi. Və insanlar artıq ondan qorxmağa başlamışdı. Ətrafındakı insanlar artıq onun emosional vəziyyətini tutaraq belə iynə üstündə yeriməyə başlamışdı. Çünki o qədər özgüvənsiz bir insan idi ki, bu arada aşırı narsistlər əslində özgüvənlə eşdəyər görünür. Yəni elə bilirsiniz ki, onlar çox özlərini sevirlər. Yox. Özlərini sevmirlər. Əksinə özlərini heç sevmirlər. Özlərinə qarşı güvənləri, inamları yoxdur. Özlərini sadəcə üstün görürlər. Üstün görməklə sevmək bir deyil. Və Stalinin əsas vəsvəsələri Hitlerin Sovetlər Birliyinə hücum edəcəyini eşidəndə olub. O böyük bir səfərbərlik elan edib, amma artıq emosional vəziyyətdə o qədər pis vəziyyətdə olub ki və yoldaşları, ətrafındakı köməkçiləri ondan o qədər qorxub ki, ona həqiqi bir fikir, bir dəstək göstərə bilməyiblər. Kontrolcu narsistlər sizin onlara yaxınlaşma arzunuzu tetikləyirlər. Amma heç vaxt icazə vermirlər ki, onlara yaxın olasınız.
Hər şey tamamilə kontroldan asılıdır. Sizin bütün emosiyalarınızı, bütün addımlarınızı, hər şeyi kontrol etmək istəyirlər. Və Stalin isə son günlərdə fəlç keçirtmişdi və buna görə ehmal üzündən əslində o rəhmətə getdi. Çünki ətrafındakı hər kəs ondan qorxurdu, həkim çağırmağa da qorxurdular, həm də ondan nifrət edirdilər. Ona görə də ehmaldan dolayı rəhmətə getdi. Belə. Bu insanları ayırt eləmək üçün onların bir keçmişlərinə baxmaq lazımdır. Görəcəksiniz ki, həqiqi qurduqları heç bir münasibət yoxdur. Dərin, emosional bir münasibətləri yoxdur. Adicə Stalinninkinə baxanda görürsən ki, atası tərəfindən dəli kimi döyülən bir uşaq olub. Yəni, anası da ona sevgi verməyən bir uşaq olub. Keçmişlərinə baxmaq kifayətdir bu insanların. Görəcəksiniz ki, həqiqi bir bağ qurduqları bir insan yoxdur bunların həyatında. Və digər narsizm xüsusiyyətlərindən biri də teatral narsistlərdir. Aktyorların çoxusu teatral narsistlərə misaldır. Mən bir ara teatrda təcrübəçiliyi keçmişəm və orada mən fərqinə vardım ki, çox tanınmış aktyorların, sevilən, müdrik görünən insanların əksəriyyəti narsistdir. Bunları görmək, bunların fərqinə varmaq əslində çətin deyil. Çünki teatral narsistlər göz önündə olmağı sevir. Göz önündə olan, səhnənin bütün işığı bunlara vuran insanlar bir baxın. Hər şeyi böyüdən, dramatizə eləyən, histerikləşən insanlara bir baxın. Bunlar adətən teatral narsistlər olur. Çox vaxt bunlar rahibələrdən məsələn çıxır belə şeylər. Ay yox, şeytan mənim bədənimi ələ keçirdi. Yox, cin girdi içimə, nə oldu? Onları yaşadım, belə şeylər yaşadım. Yəni böyüdürlər, olmayan şeylər çıxardırlar özlərindən. Teatr qururlar da, yəni ssenari yazırlar bu insanlar. Diqqət üçün görün nə qədər çabalayırlar bunlar. Və bunları tutmaq elə də çətin deyil. Digər narsist tipləmələrinə müqayisədə bunları çox tez tutmaq olur. Məsələn, Stalini o qədər tuta bilməzdin, çünki özünü çox yaxşı kamuflaj eləyir. Yəni, bu kalimon kimidir, görmək olmur, çöldən çox yaxşı görsənir. Amma bunları başa düşmək olur. Və narsist cütlüklər. Tolstoy ilə Sonya bunlardan biri idi. İkisi də narsistdir. Düzdür, Sonyada daha az idi narsizm dərəcəsi, Tolstoyda daha çox idi. Bunu əslində Tolstoyun əsərlərindən də müşahidə eləmək mümkündür. Onun obrazları daha çox digər insanları alçaldan, özünü yücəldən obrazlar olur. Güya mənəviyyata yönələn bir insan kimi özünü göstərir. Bu arada Tolstoy çox varlı bir insan olub, əslində zəngin olub. Amma yenə də yoldaşından pul alır. Xəstələnən kimi ən lüks qatarla birlikdə ən yaxşı həkimlər tərəfindən müalicə olunur. Yəni, sadə bir həyat yaşayırmış kimi özünü aldadır, amma yaşamır. Daha sonra da gedir, Sonyanı günahlandırır ki, sən ancaq pul həvəskarısan, sən ancaq pul istəyirsən. Sonya 13 dənə uşaq dünyaya gətirib Tolstoydan. Sadə bir həyat yaşayan Tolstoy 13 dənə uşağı neynir? Bu da var. Yəni, bu tip müşahidələri eləmək çox da çətin deyil. Daha sonra Sonyanı atıb gedib zaten elə hansısa bir qatar istasyonunda da ölüb. Tolstoyu sevən insanlar çox olub əsərlərinə görə. Amma şəxsi həyatına baxanda görürsən ki, yoldaşına qarşı nə qədər qəddar hərəkətlər eləyib. Yəni, Sonya neçə dəfə intihar eləmək istəyib. İntihara hətta cəhd edib. Və buna baxmayaraq o onu atıb gedib. Hətta onlar təzə evlənəndə Sonyaya öz gündəliyini göstərib və deyib ki, aramızda heç bir sir olmasın, mənim haqqımda hər şeyi bilməyini istəyirəm. Gündəlikdə də artıq elədiyi bütün hər şey yazılıb da, xəyanətlər, gəzdiyi, getdiyi barlar, qadınlar. Bunu görən Sonya çox pis olub ki, bizim sevgililiyimiz müddətində sənin bunları eləməyin qəbullana bilməyib qadın bunu. Və Tolstoy onu günahkar çıxardıb ki, sən mənə olduğum kimi istəmirsən, mən beləyəm. Yenə də evləniblər, çünki Sonya onu çox sevib. Bu da əslində bir narsist xüsusiyyətidir. Mən beləyəm, məni olduğum kimi sev.
Yəni elədikləri hər səhvi öz xarakterlərinə aid eləyirlər. Özlərini düzəltmək kimi bir xüsusiyyətləri yoxdur. Mən buna qırmızı deyirəmsə, bu qırmızıdır. Sən əgər buna sarı deyirsənsə, sən səhvsən və məni olduğum kimi qəbul eləmirsən. Belə bir şeydir. Tolstoyun da keçmişinə baxanda 2 yaşında onun anası rəhmətə gedib və anasının boşluğunu doldurmaq üçün çox çalışıb. Narsistik xüsusiyyətlərin hamısını əslində özündə barındırır. Özündən diksinib bu insan, yəni həyatında çox qadın olub. Eşqlə də yəni bunu doldura bilməyib bu əksiliyi. Və bu 2 yaş, 5 yaş arası olduğuna görə də tam oturda biləcəyi bir mənlik yarada bilməyib bu adam. Bir digər ən sevdiyim narsist tipləməsi sağlam narsistlərdir. Mən özümü də bu qrupa aid edirəm, çünki bunlar şuurlu narsistlərdir adətən. Bunlarda empatiya da var, empatiya mövcuddur. Adətən çox empat olan insanlar həyatının irəli zamanlarında sağlam narsistlərə çevrilirlər. Bu daha çox özünü qoruma mexanizmi kimi də sayıla bilər. Gəlin ilk öncə empatiyadan danışaq. Empatiya nədir? Empatiya özünü bir başqasının yerinə qoyub, onun hiss etdiyini, onun yaşadığını anlama gücüdür. Biz adətən qarşımızdakı insanı o qədər tez anladığımızı düşünürük və onu tezliklə yargılaya bilirik. Amma bizim düşünməli olduğumuz şey bəlkə də biz düşündüyümüz qədər ağıllı deyilik və əslində onları anlayacaq qədər empatiyamız yoxdur. Amma empatiya qarşımızdakı insanı başqa bir işıqdan görməyimiz üçün çox vacibdir. Yaxşı aktyorlarda da bu xüsusiyyət var adətən. Çox yaxşı aktyorlarda da var. Özlərini o obrazın yerinə qoyub, onun hiss etdiyini, onun yaşadığını çox yaxşı anlaya bilirlər və çox gözəl rol apara bilirlər. Hər insan kəşf olunmamış bir ölkə kimidir. Hər kəs sənin kimi deyil. Hər kəs sənin kimi düşünmür. Bu ön yargılardan sıyrılmaq lazımdır kənara və insanları öz pəncərəmizdən yox, obyektiv şəkildə dəyərləndirməliyik. Məsələn, biri ilə oturursan, söhbətləşirsən. Öz sınavı, öz danışma sınavı gözləmə yerinə qarşındakını həqiqətən dinlə. Dinlə, gör nə deyir. Bədən dilini müşahidə elə. Bədən dilini müşahidə eləməklə, səs tonunu müşahidə eləməklə qarşındakı insanın həqiqi niyyətini çox asan bir şəkildə başa düşə bilərsən. Məndə artıq bu xüsusiyyət elə gözəl inkişaf eləyib ki, mən bir insanın üzünə baxmadan da mən onun nə hiss etdiyini asanlıqla anlaya bilirəm. Buna mənə ən çox kömək olan şeylərdən biri xidmət sektorunda işləməyim olub. Xidmət sektorunda işləyənlərdə adətən bu xüsusiyyət daha yaxşı özünü göstərir. Təyyarə bələdçisi kimi işləməyim mənə çox kömək olub, çünki gündə minlərlə insan görürdüm, kişi, qadın fərq etməz və mən artıq onların hansı ifadədə nə reaksiya verəcəyini, hansı sözdə nə məna verdiyini çox yaxşı anlamağa başladım. Hal-hazırda da Pilates müəlliməsi kimi fəaliyyət göstərirəm və artıq mən burada da, yəni ustalaşmışam. Artıq səs tonundan, üz ifadəsindən mən bilirəm o nə demək istəyir, harası ağrıyır, bədəninin harası işləyir. Bunlar hamısı empatiyaya daxildir. Biz özümüz səhv eləyəndə bunu digər amillərin üstünə atırıq. Amma başqası səhv eləyəndə bu artıq onun xarakteristik xüsusiyyəti halına çevrilir. Tanıdığın insan, məsələn, yoldaşına xəyanət edirsə, yoldaşı ona çox maraq göstərmirdi. Boşluğa düşdü, ona görə elədi deyirsən. Amma bir başqasının elədiyini görəndə deyirsən ki, hə, onsuz da pis insan idi. Onsuz da hörmətsiz biri idi, ona görə xəyanət edib. Artıq bu onun xarakteristik xüsusiyyətinə çevrilir. Amma belə deyil. Empati olandan sonra, yəni özümüzə qarşı verdiyimiz reaksiyaları da qarşıdakı insana da verə bilirik. Məsələn, səs tonuna, bədən dilinə fikir verərək qarşındakı insanın həqiqi niyyətini də anlamaq olar. Məsələn, məni tanımadan
mənə aşırı dərəcədə maraq göstərən, mənim həyatımla aşırı dərəcə maraqlanan, qəribə suallar verən insanlardan mən ehtiyat eləyirəm. Mənə şübhəli gəlir. Sən niyə məndən bu qədər maraqlanırsan ki? Həqiqətən mənlə bağ qurmaq istəyirsən, yoxsa sənin məndə maraqlı olan bir şeyin var? Yəni, nə öyrənmək istəyirsən məndən? Bu niyyətləri artıq çox tez başa düşə bilirəm. Sağlam narsistlərdə bu empatiya çox güclü olur. Onlar digər insanların həqiqi hisslərini, o anki ruh halını çox yaxşı başa düşürlər və situasiyanı kontrol edə bilirlər. Sağlam narsistlər yalnız özlərini yox, digər insanları da düşünə bilirlər. Amma situasiyanı elə gözəl kontrol edirlər ki, bunu digər insanlar anlamır. Hər kəsə qarşı yetərli maraq göstərə bilirlər. Yəni artıq kontrolda güclü olurlar bu insanlar. Həqiqi liderlər sağlam narsistlərdir. İçinizdəki o daimi danışan monoloqu dayandırın və həqiqi insanlara qulaq asın. Qarşınızdakı nə deyir? Qulaq as həqiqətən ona. Sağlam narsist çox yaxşı bir şəkildə bunu bacara bilir. Buna verə biləcəyim ən gözəl misallardan biri də məsələn Catch Me If You Can filmindəki Leonardo DiCaprio'nun oynadığı obrazdır. O həm özünü fikirləşirdi, həm atasını fikirləşirdi, həm ətrafındakilər də fikirləşirdi, həm də situasiyanı çox yaxşı idarə edirdi. Sonra Shackleton gəmiçi olub, çox yaxşı bir lider olub. Bu insanlar yəni ağıllı insanlardır. Özlərini inkişaf elətdirmiş, qurban psixologiyasına düşməyən insanlardır. Stratejik şəkildə artıq kontrol altında saxlayırlar. Çox əsəbləşsələr də məsələn qarşısındakinə onu azarlayaraq, onu alçaldaraq bir nəticəyə gedə bilməyəcəklərini görüb situasiyanı incəliklə kontrol edə bilən insanlardır. Həqiqi liderlər sağlam narsistlərdir. Və mən şuurlu, sağlam narsizm tərəfdarıyam. İnsan hər şeydən öncə ilk özünü düşünməlidir və daha sonra digərlərini düşünməlidir. Mən heç kimdən üstün deyiləm, amma heç kim də məndən üstün deyil. Walt Whitman'ın çox gözəl bir sözü var. Deyir ki, yaralı bir insana necə olduğunu, necə hiss etdiyini soruşmaram. Yaralı insan olaram. Empatiyanın gücünü burada vurğulayır. İnsanlara necə hiss etdiyini yox, o situasiyada olsaz necə hiss edərdiniz? Bu şəkildə yanaşmaq lazımdır. Onda başa düşəcəksən. Onda gərəksiz suallar artıq olmayacaq. Digər bir videoda da empatiyanı necə inkişaf elətdirmək lazımdır, bu haqqda da danışa bilərəm. Bugünlük bu qədər. Patolojik narsistlərdən ehtiyatlı oluruq. Onlara istədikləri təsdiqi, diqqəti göstərmirik və bu diqqəti özümüzə göstəririk. Özümüzü sevirik. Bu qədər. Bəyənməyi, abunə olmağı unutmayın. Kommentariyada gözləyirəm fikirlərinizi. Sağ olun.